Bismillahirrahmanirrahim. Müqəddəs İslam dininin müsəlmanlar üçün əhəmiyyət verdiyi məsələlərdən biri də onların şəriət hökmlərini öyrənməsidir. Və şəriət hökmlərini bilməmək bəhanəsi ilə öz vəzifələrinə əməl etməməklə heç kim bu məsələdən boyun qaçıra bilməz. Bir mübarək hədisdə İmam Sadiq əleyhissalam buyurur ki, Allah Teala qiyamət günü vəzifələrinə əməl etməyən şəxsdən soruşar. Öz təklif və vəzifələrini bilirdinmi? Əgər həmin şəxs müsbət cavab versə, yəni desə ki, bilirdim, ona xitab olunar ki, bildiyin halda niyə əməl eləmirdin? Əgər həmin şəxs mənfi cavab versə, yəni desə ki, mən vəzifələrimi bilmirdim, ona xitab edilər ki, nə üçün əməl etmək üçün öyrənmirdi. Deməli, bu məsələ hər bir müsəlmanın boynunda bir fərzdir, bir vacibdir ki, şəriət hökmlərinə əməl eləsin və dininə ona uyğun öz əməllərini yerinə yetirsin. İndi şəriət məsələlərini öyrənmək üçün insanın qarşısında 3 yol var. Onlardan biri insanın özünün mütəxəssis olub şəriət hökmlərini ələ gətirməsidir. Fikhi termin olaraq dinimizdə bu mütəxəssisə müctəhid deyilir. İctihad edərək, yəni elmi dərəcəyə çataraq öz vəzifələrini Quran və Əhl-i Beyt kəlamlarından özü çıxarış eləmək bacarığında olsun və ona əməl eləsin. Və bu məsələ başa düşdüyünüz kimi çox böyük zəhmətlər tələb edən bir məsələdir və hər bir kəsin qabiliyyətində deyil ki, bu sahədə mütəxəssis olsun. Bu ayrı bir mövzudur və müxtəlif elmlərə bələd olmalıdır, müxtəlif elmləri öyrənməlidir. Bəzən bu elmləri öyrənmək və bu elmi dərəcəyə çatmaq insanın 20 il, 30 il vaxtını alır. Başqa bir yol bundan ibarətdir ki, insan ehtiyat eləsin. Ehtiyatdan məqsəd budur ki, insan vəzifələrini elə yerinə yetirsin ki, öz vəzifələrini yerinə yetirməyə əmin olsun. Yəni, həm müxtəlif nəzərlərdən, müxtəlif fikir ayrılaqlarından xəbərdar olsun və öz vəzifələrini elə yerinə yetirsin ki, bütün bu fikirləri, bütün bu nəzərləri əhatə eləsin. Başa düşdüyünüz kimi bu məsələ də çox böyük zəhmətlər tələb eləyir və üçüncü məsələ insanın təqlid etməsidir. Yəni, mütəxəssis olmayanın mütəxəssisə müraciət etməsidir və yaşayışımızın müxtəlif sahələrində biz bu işi yerinə yetiririk. Məsələn, bir adam özü həkim deyilsə, xəstələnən zaman bu sahənin mütəxəssisinə müraciət eləyir və onun yazdığı dərman və reseptlər əsasında özünü müalicə etdirir. Dini məsələlərdə belədir. İnsan bu sahədə mütəxəssis deyil, mütəxəssisə müraciət etməlidir və bu ağlın hökmüdür. Ağlın hökmü olmasına baxmayaraq, dini mətnlər də bunu təsdiq edir. İmam Həsən Əskəri əleyhissalamdan nəql olunan bir hədisdə o həzrət belə buyurur. Bismillahirrahmanirrahim. فَأَمَّا مَنْ كَانَ مِنَ الْفُقَهَاءِ صَائِلًا لِنَفْسِهِ حَافِظًا لِدِينِهِ مُخَالِفًا عَلَى هَوَاهُ مُطِيعًا لِأَمْرِ مَوْلَاهُ فَلِلْأَوَامِ أَنْ يُقَلِّدُوهُ. İnsanlardan əgər bir dəstə dində mütəxəssis olsalar, fəqih olsalar, dini biliklərə malik olsalar və həmin şəxslərin bu sadaladığımız xüsusiyyətləri olsa, birincisi budur ki, öz nəfsini qoruya bilsin, düz yolda qərarlaşsın və bu düz yoldan çıxmaqda özünü qoruya bilsin, öz nəfsinlə mübarizə apara bilsin. İlahi dinin qoruyucusu olsun, öz nəfsani istəklərinlə müxalifət etməyi bacarsın, Allahın əmrlərinə itaət eləsin. Belə bir şəxs olduğu zaman müsəlmanlara vacibdir ki, həmin şəxsdən təqlid eləsinlər. Allah inşallah bizi şəri məsələlərimizi bilib, öyrənib, ona əməl edənlərdən qərar versin inşallah Muhammed və Ali Muhammedə xatir.